Salam, hər vaxtınız xeyir əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə həm fərqli, həm də çox ləzzətli badımcan salatının hazırlama qaydasını göstərirəm. İlk olaraq badımcanların qabığını soyuruq. Sonra da videoda gördüyünüz kimi badımcanı tən ortadan bölüb, orta qalınlıqda doğrayırıq. Baxın, bu cürə qalın olmalıdır. Dərin bir qaba əlavə eləyib, üzərinə duz səpib, yaxşı qarışdırıb yığırıq aşüzənə. Aşüzənin alt hissəsinə bir qab yerləşdiririk. Üstünə də bir qab qoyuruq. 10-15 dəqiqə bu cür saxlayırıq. Badımcanların acılığı çıxsın. Baxın, görürsünüz nə qədər badımcanın acı suyu çıxıbdır. Qaba nişasta əlavə edirik. Badımcanları bir-bir nişastaya batırıb yığırıq qaba. Bütün hamısını bu cür nişastaya qarışdırıb əlavə edirik aşüzənə. Aşüzənin də alt hissəsinə bir qab qoyuruq. Sonra aşüzəni silkələyirik ki, badımcanların üzərində artıq olan nişasta tökülsün. Dərin bir qazana bol duru yağ əlavə edirik. Gözləyirik tam qaynar olsun, yəni qızğın olmalıdır. Ondan sonra badımcan dilimlərini əlavə edib qızılı rəng alana qədər bişiririk. Ayrı qabda doğranmış pomidorları və istədiyimiz zövqümüzdən asılı olaraq göylərdən hansını istəsəniz istifadə edə bilərsiniz. Mən keşniş və cəfərdən istifadə elədim. Üzərinə çili sos və teriyaki sosu gəzdirib küncüd səpirik. Əzizlərim, həm görünüşü, həm dadı çox qəşəngdir. Göz haqqınızı halal edin, hazırlayanlara nuş olsun. Mənə dəstək olmaq üçün videoma like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.